Salam, xoş gəlmisiniz. Ad soyadınızı deyə bilərsiniz? Salam, Ağazadə Nəzrin. Doktoru hardan görmüşdünüz? Azər doktora həm yaxın rəfiqəm əməliyyat olmuşdu, həm də verilişdən görə gəldim. Neçə müddətdə əməliyyat olmusunuz? 22 gündə artıq əməliyyat olmuşam. Razısınızmı Çox əməliyyatdan? razıyam, heç bir problem yaşamadım. Əməliyyata gəldiyiniz zaman həyəcan, qorxu hissi keçirdinizmi? Yox, heç bir qorxu keçirtmədim, çünki doktoruma güvənirdim. Bundan öncə də əməliyyatından çıxmış insanlar olduğuna görə, yəni onlardan aldığım məlumatlara görə çox arxayın idim. Əməliyyatdan öncə nəfəs alma probleminiz var idimi? Bəli, daxili problemlərimin hədsiz çoxu idi. Nəfəs almalarım, nəfəs darlığım, yəni mənə əziyyət verirdi. O problemlə yaxınlaşdım, həm də əlavə olaraq estetik əməliyyat olmaq seçdim. Əməliyyata gəlmək istəyənlərə nə məsləhət görə bilərdiniz? Məsləhət olaraq deyə bilərəm ki, yəni Azər doktor çox yaxşıdır, işinin peşəkarıdır, həm xəstələrinə qarşı çox diqqətlidir. Başqa doktorum olmaqla bütün kollektivə təşəkkür edirəm. Həm əməliyyat sürəcindən, həm əməliyyat günümdən hər şeydən çox hədsiz dərəcədə razı qaldım. Buna görə də hamısına ürək dolusu təşəkkür edirəm.